Deməli, bu gün indüksiyon peç təmir eləyəcəyik. Peçdə Y0 xətası yaranır. Başladıq sökməyə. Deməli, vaxt getməsin deyə videonu kəsdim. Əsas sökdük. Birinci başlayırıq sarğıdan. Ohm rejiminə qoyuruq, sarğımızı yoxlayırıq. Onda 1, 11. Deməli 0-3-ə qədər normaldır. Deməli sarğıda qısa qapanma yoxdur. Lentlərində yanma yoxdur. Biraz bu hissələrdə yağ var. Bunları sonra təmizləyəcəyik. Amma sarğımız salamatdır. Bunu da göstərir sıradan çıxıb. Onun üçün nə etməliyik? İkisini də söküb kənarda. Deməli, partlayıcımız işləyir. Temperatur sensorunu müqavimətə qoyuruq. Normalda otaq temperaturunda 80 kOhm olduqca get-gedə qalxır. Deməli, işləyir. Sensorlarda problemimiz yoxdur. Orta ayaq hər iki tərəfdən diod rejimində açıldığına görə bunda kollektorun baza ilə arasında sızma yaranıb, deşilmə var. Bu sıradan çıxıb. Hə, bax bu işləyir. Elə bunun üzərində göstərək. Oradan görünür yəqin ki. Deməli minus ayağını qoyduq kollektora. Gördünüz? Diod rejimdə əlaqə var. Yerlərini dəyişdik. Əlaqə yoxdur. Kollektorla emitter arasında diodumuzda sızma yoxdur, salamatdır. Bazada deşilmə yoxdur. Bu bizdə salamatdır, bu isə sıradan çıxıb. Bunun üzərindən kodu oxuyaraq yenisi ilə əvəz eləyəcəyik. Y1 xətası qabı görmür. Çünki üstünə qab qoymamışıq. Onun üstünə indi bir dənə qab qoyacağıq. İçində bir damcı su qoydum ki, çox qızdırmayaq, təzən vurub yandırmayaq onu. Poveri bastıq, işə düşdü. Tüstü çıxır. Deməli işlədi. Bu da bizim peçimiz təmir oldu, hazırdır.